Çox gözəl yerdə giriyaşa, demək olar ki, giriyaşa, şəxsi tikili bağ evi çıxıb satışa. Təqdim eləyirəm, videoya sona qədər baxın. Bütün məlumatları videoda deyəcəm. Baxın dostlar, 4 sotun içində 4 otaqlı həyət evidir. Həyətinə bax, görürsünüz. Əkin əkmək üçün yer var, əkinlər əkilib. Evin həyətinə heç bir pəncərə baxmır. Nə sağdan, nə soldan, nə arxa tərəfdən, nə qabaq tərəfdən. Yəni, heç bir şey yoxdur. Yəni, pəncərə baxmır. Evin fasatı ağlaydı. Hasarlar hamısı, kamera sistemi, hasarlar hamısı, görürsünüz, ağlaydı. Jalüzlü darvaza, plotla açılıb bağlanan, qapısı atdiyeni, tualeti. Hər yeri demək olar ki, ağlaydı, bahalıdır. Baxın, bura çölün ayağı yolsudur. Belə bir evdir. Əkinlər burada da əkilib, gördüyünüz kimi. Bu evin çox özəlliyi var. Videonu ona gedirəm ki, sona qədər baxın. Belə yerlənsəydi yayda istirahət eləməyə. Bura padval yeridir. Padvala baxın. Pəncərələr qara pəncərələrdir, şəbəkədir, panoramadır. Böyük bir balkon var, göstərəcəm dostlar. Baxın, buradan düşürük evin padvalına. Başı dik, rahat gəzmək olur. Baxın, buradan da sağ hissədən evin arxasına keçmək olur. Oradan da var, oradan da göstərəcəm sizə. Baxın. Bura böyük bir bisetkasıdır deyək də. Əslində balkon da gedir, bisetka da gedir. Niyə bisetka deyirəm? Çünki çox böyükdür. Mangalnisi da var, yəni mangalxanası da var. Əl-üzü məxsus moydadır, yer var. Buradaları nə istədiniz yığa bilirsiniz. Yəni çox gözəl evdir də. Əsl bağ evi. Harda? Buzovnada. Buzovnanın gözəl yerindədir ya dostlar, əla yerindədir. Baxın, buranı göstərəcəm sizə. Evin sol hissəsidir. Düşdüyü pləkanlarla keçirik evin arxasına. Böyükdür. Evin arxası da böyükdür, genişdir. Keçək evin içində göstərim sizə. Baxın dostlar. Bura evin koridorudur. Çox böyük evdir. Bura evin zalıdır. Bura zalıdır, bura mətbəxidir. Görürsünüz, böyük bir mətbəxi var. Burada bir yataq otağıdır. Yataq otağı böyükdür. Burada hamam tualetidir. Bura ikinci yataq otağıdır. Evin arxa hissəsində kombi otağı var. Baxın, bura kombi otağıdır. Evin arxa hissəsidir, genişdir dediyim kimi gördünüz. Ehtiyat su çəni, pəncərələr hamısı qara. Gördünüz. Baxın, burada da bir dənə yataq otağıdır. Bu otaq çox böyükdür dostlar. Buna baxın bir dənə. Buna baxın. Yataq otağına. Yataq otağının içində də hamam tualeti var. Dostlar, ev buzovnada 322 nömrəli məktəbin tam yaxınlığında 4 otaq, 4 sotun içində paket kupçalı evdir. Qiyməti 210.000 manatdır. 210.000 manat. Nağd alıcıya qiymətdə endirim olunacaq. Əlaqə saxlayarsınız.